Bismillah. Bürclərə inananlar üçün 2026-nın proqnozları. Əlbəttə, aşağıda 2026-cı il üçün bürclərə inananlar üçün ümumi proqnozları, hər bir bürc üzrə əsas tendensiyalar, fürsətlər və ehtiyatlı olunmalı məqamlar qeyd etmişəm. Bu proqnozlar astroloji enerjilərinin ümumi təsirlərinə əsaslanır və il ərzində öz şəxsi planet yerləşmələrimiz də rol oynaya bilər. Qoç 2026 sizin liderlik və irəli atılma ilinizdir. Karyera və məqsədlər, yeni layihələr, vəzifə dəyişimi üçün münasib vəziyyət yarana bilər. Özünüzü göstərmək üçün güclü motivasiya var. Əlaqələr, emosional bağlar dərinləşə bilər. Ailə və dostlarla münasibətlərdə harmoniya var. Diqqət, səbir və planlama üzərində işləyin. İmpulsiv qərarlar sizi yorğun edə bilər. Buğa 2026-da stabil inkişaf və maddi sabitlik vurğulanır. Maddi karyera, qazanc və investisiyalar baxımından uğurlu dövrlər gəlir. Sevgi, ailə, münasibətlərdə sabitlik və səmimiyyət prioritet olacaq. Diqqət, dəyişikliklərə daha açıq olun. Çox bərk mövqe sizi imkanlardan məhrum edə bilər. Əkizlər, bu il ideyalar və kommunikasiya ilidir. Təhsil, səyahət, yeni biliklər, kurslar və ya qısa səfərlər gündəmə gələ bilər. Əlaqələr, dostluq dairəniz genişlənə bilər. Diqqət, dağınıqlıqdan uzaq durun. Fokuslanmaq vacib olacaq. Xərçəng 2026-da dərin emosional və daxili dəyişikliklər gözlənilir. Özünü kəşf, introspeksiya və şəxsiyyətinizin güclənməsi üçün əlverişli zaman. Ailə, ev və ailə həyatında əhəmiyyətli dəstək var. Diqqət, hisslərinizi idarə etmək üçün balans yaradın. Həddən artıq həssaslıq yorucu ola bilər. Şir, bu il parlaq performans və kreativlik ilə yadda qalacaq. Karyera, sahədə liderlik və kreativ təşəbbüslər üstün olacaq. Romantika, şəxsi cazibəniz maksimum səviyyədədir. Diqqət, qürurə diqqət edin. Çox ego mərkəzli davranış münasibətlərə zərbə vura bilər. Qız 2020